Tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Feilləri cədvəl üzrə qruplaşdırın. Baxırıq. Öncə məlumat verim ki, tapşırıqlarımız feilin zamanlarına əsasən təyin olunmuşdur. Feilin zamanları haqqında məlumat verim. Feilin 3 zamanı var. Keçmiş zaman, indiki zaman, gələcək zaman. Keçmiş zaman nədir? Keçmiş zaman odur ki, artıq hadisə, hər hansı bir iş artıq icra olunub, baş verib, keçmişdə qalıb. İndiki zaman hadisə indi icra olunur. Gələcək zaman hadisə gələcəkdə baş verəcək. Hər hansısa bir iş gələcəkdə olacaq. Keçmiş zaman özü iki yerə bölünür. Şühudi keçmiş zaman, nəqli keçmiş zaman. Nəqli keçmiş zamanın şəkilçisi mış üstü 4'dür. Şühudi keçmiş zamanın şəkilçisi isə d üstü 4'dür. Yəni d, di, du, dü. İndiki zaman şəkilçisi ır üstü 4'dür. Ir, ir, ur, ür. Gələcək zamanın şəkilçisi isə acaq, əcək şəkilçisi və ya ar, ər şəkilçisidir. Gələcək zamanda iki yerə bölünür. Qəti gələcək zaman, qeyri-qəti gələcək zaman. Qəti gələcək zaman şəkilçisi acaq, əcəkdir. Qeyri-qəti gələcək zaman şəkilçisi ar, ərdir. Baxaq. 3-cü sinifdə sadə olaraq keçmiş, indiki, gələcək zamanlar verilir. Yəni bölünmür. Məsələn, qəti və ya qeyri-qəti gələcək zaman. Gətirir hansı zamandadır? Gətirir. İr varsa, dedik ki, ir indiki zamanın şəkilçisidir. Gətirir. Danışacaq, acaq gələcək zamandadır. Hansı gələcək? Qəti gələcək. Danışacaq. Yazdı. D varsa keçmiş zamandır. Yoxladı. Keçmiş zamandadır. Danlayır. Ir indiki zamandır. Soruşar. Qeyri-qəti gələcək zamandır. Gəlmişdir. Miş. Keçmiş zamandır. Dedi. Keçmiş zamandır. Alır. İndiki zamandadır. Ir var. Bağışlayacak. Gələcək zamandadır. Bağışlayacak. Yatır. Ir var. İndiki zamandır. Gözləyər. Gələcək zamandır. Davam edək. Feili tələb olunan zamanda işlədərək verilmiş sözlərdən cümlə qur. Baxaq. Sə ilə Arif dərs hazırlaşmaq. Keçmiş zamanda işlədirik. Feil burada hazırlaşmaqdır. Arif dərsə sə ilə hazırlaşdı. Bizə deyək keçmiş zamanda işlənsin. Hazırlaşdı. Hazırlaşdı. Bəzən ola bilər ki, hər hansısa bir şagirdlər burada ırı görüb, düşünsün ki, bəs ır şəkilçisi var idisə, indiki zaman olmalı idi. Baxır, ır leksik şəkilçidirmi? Yeni söz düzəldibdirmi? Yoxsa zaman şəkilçisi kimi işlənib? Həmçinin ır şəkilçi kimi işlənib, yoxsa sözün kökündədir? Has sözü yoxdur. Burada hazır sözün köküdür. Bu ır sözün kökünün içindədir. Şəkilçi deyil.
Bax, qarışdırmayın. Hazırlaşdı. Bax, burada d da zaman şəkilçisi. Mağara, qış fəsli, ayı, yatmaq. Feilimiz yatmaq feilidir. İndiki zamanda işlətməliyik. Qış fəslində ayı mağarada yatır. Yatır. Bax, burada yatmaq feilinə zaman şəkilçisi artırıldı. Aysu, rəfiqə, bayram, hədiyyə, almaq. Gələcək zamanda işlətməliyik feilimizi. Feilimiz almaq feilidir. Aysu rəfiqəsinə bayram hədiyyəsi alacaq. Bayram alacaq. Baxırıq, C tapşırığına 4-dən biri fərqlidir. Sevinir, indiki zamandır. İndiki zamandır. Yaşayacaq, acaq, gələcək zamandır. Bilir, indiki zamandır. Sındırır, indiki zamandır. Fərqli olan, gələcək zamanda olan B variantı oldu. Getmişdir, keçmiş zamandır. Oynadı, keçmiş zamandır. Baxır, indiki zamandır. Saxladı, d varsa keçmiş zamandır. Fərqli olan oldu, indiki zaman. Tapacaq, gələcək zaman. Tanıyar, ar varsa gələcək zamandır. Oxuyar, gələcək zamandır. Satmışdır, keçmiş zamandır. Fərqli olan oldu, keçmiş zaman. Yəni 4-dən biri fərqli zamanda oldu. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izah